İsrailin neft anbarlarını vurmasından sonra həftə sonu Tehranın üzərini qara tüstü bürüyüb. Anbarlardan sızan yanacağın küçələrə dağılması yanğının ətrafa yayılmasına səbəb olub. İranın Qızılay Para Cəmiyyəti partlayışlardan sonra mümkün zəhərli yağış riski barədə xəbərdarlıq edib. İran da öz növbəsində İsrailə qarşı raket hücumlarını davam etdirib. Tel Aviv və digər bölgələrdə dağıntılar qeydə alınıb, ölən və yaralananlar olub. Körfəz ölkələrində də hava hücumundan müdafiə sistemləri yüksək hazırlıq vəziyyətində qalmaqda davam edir. Bir sıra Körfəz ölkəsi dron və raket hücumları barədə məlumat yayıb. Prezident Pezeşkiyan insidentlərə görə qonşu ölkələrdən üzr istəsə də onlardan hücum olarsa cavab veriləcəyini deyib. Tehranda həftə sonunun əsas siyasi hadisəsi isə Əli Xameneyinin oğlu Müştəbə Xameneyinin İranın yeni ali rəhbəri seçilməsi oldu. Bu, Tehranın geri çəkilmək yox, sərt xətti davam etdirmək istədiyini göstərir. Bundan əlavə, Rusiyanın Britaniyadakı səfiri Moskvanın münaqişədə neytral olmadığını bildirərək Tehrana siyasi dəstək ifadə edib.